Yüksək temperaturla işlər, yəni cəzab qalıblar evdə ki, biz evdə ailədə uşaq xəstə, ana xəstə. Bu son viruslar ağırdır da, ağır keçirilir. Adamın canından çıxmır, amma indi müəyyən üsullarla, zoğalı çayla, limonlu çayla həll edirik. Havaların soyuması bu mövsümdə respirator infeksiyalar, o cümlədən qripə yoluxmanı artırıb. Elə Səhiyyə Nazirliyi də həyəcan təbili çalır. Yüksək hərarət, öskürək, boğaz ağrısı, ümumi halsızlıq əsas simptomlardandır. Risk qrupu arasında isə xroniki xəstəliyi olanlar, hamilə qadınlar, uşaqlar və yaşlılar var. Qrip digər kəskin respirator infeksiyalar içərisində ən ağır gedişata malik olduğu üçün ağırlaşmalar da daha tez-tez rastlaşılır. Biz daha çox üstünlük verərdik ki, onu profilaktik yanaşmaları, insanların kütləvi toplandığı yerləri daha az iştirak eləsinlər elə bir tədbirlərdə və əl gigiyenasına, bir dəfəlik maskalardan istifadəyə daha çox üstünlük versinlər. Ən yaxşı qorunma yollarından biri isə vaksindir. İldə bir dəfə edilən peyvənd insanı kəskin respirator infeksiyalardan qoruyur. Qripə qarşı peyvənd infeksiya yoluxma riskini azaltmaqla yanaşı xəstəliyin yüngül keçməsi üçün də bir vasitədir. Elə buna görə də Fransadan ölkəmizə yüksək keyfiyyətli və təhlükəsiz vaksinlər gətirilib. Bu vaksin qripin hər növünə qarşı effektli sayılır. Mütəmadi olaraq ildə bir dəfə vurdururam. Yəni evdə ailəyə də, uşaqlara da vurulur. Həqiqətən çox yaxşı effektini də görürük. Qrip peyvəndini vurdururam. Hər il demək olar ki, ona görə də xəstəlikləri yüngül keçirdirəm. Effektini görmüşəm, ona görə də vurdururam, peyvəndi elətdirirəm hər il. Ailənizi də elətdirirsiniz peyvənd? Bəli. Yoldaşım da, nəvələrimiz də, uşaqlar da hamısı evdə vurdurulur. Qripə qarşı vaksinləmə tam ödənişsizdir. Yaşayış və ya iş yeri üzrə dövlət tibb müəssisələrində aparılır. Nərmin Malik qızı, Kamran İsayev, ATV xəbər.